Əgər sizə bu günlərdə mükəmməl mətbəx lazımdırsa, düşünürəm bu video sizin üçün faydalı olacaq. Biz bu videoda danışacağıq ki, düzgün, sistemli və gözəl mətbəx seçmək üçün hansı amillərə diqqət yetirmək vacibdir. Birinci növbədə qeyd etmək istəyirəm ki, mətbəx mənzildə ən bahalı yerlərdən biridir. Hətta birincisidir. Niyə bahalıdır? Ona görə ki, mətbəxdə həm taxta var, həm mətbəxdə təzgah var, yəni daş var, həm də mətbəxdə elektronika var, texnika var. Bunların üçünü birlikdə cəmləyəndə bir mətbəxin kvadratına qoyulan investisiya, qoyulan pul əslində yataq otağı, qonaq otağı, bəzən ümumiyyətlə uşaq otağı birlikdə çəkilən xərcdən çox olur. Dediyimiz kimi, mətbəx kvadrat metrəyə düşəndə evin ən bahalı zonasıdır. Paralel olaraq, başqa bir üstünlük ondan ibarətdir ki, əgər buna üstünlük demək olarsa, mətbəxi demək olar ki, dəyişdirmək mümkün olmur. Yəni, mətbəx evin təmiri ilə birlikdə həyata keçirir. Müasir dövrdə ümumiyyətlə biz mutfaqçıda görürük ki, insanlar mətbəxi təmir zamanı sifariş verəndə onların çəkdikləri büdcə daha az olur. Çünki bizim dizaynerlər onlara texniki plan verirlər. Onlar bilirlər ki, işığı hara qoymaq lazımdır, qazı hara qoymaq lazımdır, şaxta harda olmalıdır və ən əsası mətbəx onların ürəyincə olur. Çünki dizayner əvvəlcədən bütün texniki şərtləri nəzərə alır. İdeal mətbəx üçün hansı amillərə diqqət yetirmək lazımdır? Mutfaqçı təcrübəsi məndə əminliklə bu fikri bildirməyə güc yaradır ki, mətbəx təzgahdan ibarətdir. Yəni, mətbəxin keyfiyyətli olmasında diqqət eləyəcəyiniz birinci məqam təzgahlıqdır. Təzgahlıq yəni stoleshnisadır. Məhz təzgahlıq mətbəxin uzun ömürlüyünə təsir edən vacib amildir və bir dövrlər akrilik daşlar dövrü, o xalq arasında karyan dediyimiz akrilik daşlar dövrü artıq öz erasını bitiribdir. Artıq insanlar həqiqətən də mən görürəm ki, təbii istiqamətlərə yönəlirlər. Burada əlbəttə ki, 2-3 vacib nöqtə var. Bu kvarsdır. Kvarsın üstünlüyü ondan ibarətdir ki, həqiqətən bərkdir. Ancaq kvarsın mənfi tərəfi ondan ibarətdir ki, kvars heç bir şəkildə o gözəl taktillik vermir. Belə deyək də, kvars premium məhsul deyil. Kvars gözəl ola bilər, ancaq nə toxunuşda, nə də ki, kvarsda bir ağırlıq var. Əlbəttə ki, ən gözəl bu sintered stone'dur. Yəni, biz buna bişmiş daş deyirik. Əsasən bu sahədə İspanlar liderdirlər. Dünyada istehsal olunan sintered stone'un 90%-ı İspaniyadan gəlir. Çox maraqlıdır. İtaliyadan gəlmir, İspaniyadan gəlir və əlbəttə ki, İspan markaları son dərəcə önəmlidir. Və biz sözsüz şəkildə düşünürük ki, mükəmməl mətbəx üçün təzgahlıqda qənaət etməyə dəyməz. İkinci vacib məsələ bu furnituradır, yəni mexanizmlərdir. Bilirsiniz, bir dövr var idi, mən sizə tam səmimi deyim, Blumlar, Hetiklər, Hafellər dövrü. Əlbəttə ki, bu markalar çox önəmlidir, əlbəttə ki, bu markalar yetərincə keyfiyyətlidir. Ancaq bugün artıq marka dövrü öz erasını bitiribdir. Bugün biz mutfaqçıda görürük ki, markadan çox müştəriyə keyfiyyət lazımdır və əlbəttə ki, öz müştərilərimiz üçün ən mükəmməl mexanizmləri, ən mükəmməl, belə deyək də, furnituraları tapıb onlar üçün təklif edirik. Biz həm Hetik, həm Blum, həm müxtəlif digər qlobal brendlərin markalarından istifadə edirik. Bununla da öz keyfiyyətimizi maksimum yuxarı qaldırırıq. Mətbəx seçimində sizin diqqət eləyəcəyiniz, müasir mətbəxdə diqqət eləyəcəyiniz əsas məsələlərdən biri sadəcə üçüncü olsa da əslində vaciblik cəhətdən, bəlkə də elə birincisidir, bu fasaddır. Baxın, biz bilirik ki, Azərbaycanda uzun illərdir boyalı fasad sevgisi var. Yəni, bu boyalı fasad bir növ kabab kimidir. Girirsən bir mətbəx ustasının yanına, deyir ki, gəl sənin fasadını boyadan eləyim. Düşünürsən ki, hətta belə bir söz var, boyadırsa deməli gözəldir. Əslində, müasir dövrdə, müasir dünyada boya öz anlayışını itiribdir. Yəni, boyalı mətbəx sevgisi bir o qədər də bizdə düşündüyümüz qədər deyil. Müasir mətbəxdə elə gözəl fasadlar var ki, məsələn, Alvik, məsələn, Renalit, elə mükəmməl həllər verirlər ki, İnandırıram sizə, o həllər həm keyfiyyət cəhətdən, həm gözəllik cəhətdən, həm də qiymət cəhətdən daha münasibdir. Artıq o hər yerə boya çəkeyim, hər yerə fasadlı, o dövr gedibdir. Müasir mətbəxdə elə müasir, elə düzgün fasadlar var ki, onları yaxşı miks eləyəndə həm keyfiyyətimiz yuxarı olur, həm də sizin cibinizdən artıq pul çıxmır. Düşünürəm ki, əgər siz yenilikçi, müasir, gözəl mətbəx almaq istəyirsinizsə, o trafaret, o hamımızın ağlımızda olan boyalı mətbəx dövründən kənarlaşmaq lazımdır. Əminəm ki,
mutfaqçıda qazandığım bu təcrübə sizin gələcək mətbəxinizə fayda verəcəkdir. Əminəm ki, sizin mətbəxiniz gözəl olacaq və düşünürəm ki, bu sözlərdən istifadə etsəniz, sizin mətbəx ən azı indikindən daha yaxşı olacaq. Ancaq sizə çatdırmaq istədiyim vacib mesaj nədir? Bu videoda sizə vermək istədiyim əsas mesajlardan biri də odur ki, artıq brendlərdən çox o brendləri düzgün tətbiq eləmək önəmlidir. Yəni, vacib deyil sizin mexanizminiz mütləq Hetik olsun. Vacib deyil sizin mexanizminiz mütləq Bloom olsun. Vacib olan odur ki, sizin mexanizminizi qurraşdıran ustanın əli düzgün yerdən çıxsın. Vacib olan odur ki, sizin mətbəxinizə dizayn verən dizaynerin və ya mütəxəssisin düzgün planlama qabiliyyətləri olsun. Bilirsiniz, mətbəxdə ən vacib element düzgün planlamadır. Bəzən səhv planlanan mətbəx pulsuz olsa da bahadır. Ona görə də çalışın ki, mətbəxinizi professionallar tərəfindən planlansın və düzgün ustalar tərəfindən montaj ediləndə heç mexanizmdən çox onu hardan aldığınız nöqtə vacib olur. Düşünürəm ki, artıq o brendlər erası gedibdir. Ondansa siz diqqət eləyin ki, hansı mexanizmi harda düzgün istifadə edirlərmi? Düşünürəm ki, ən gözəl mətbəx, düzgün planlanan mətbəx məhz sizə yaraşan mətbəxdir. Buna görə də öz mətbəxinizi hər zaman professionallara etibar edin.